Məsum müəllim, bir daha xoş gördük sizi. Xoş gördük. Və bu gözəl gündə artıq 65 yaş, yubiley yaşına yetişmisiniz. Bir sənətkar ömrü yaşamısınız. Bu çox gözəl bir, şərəfli bir ömürdür. Siz bunun fərqini daha gözəl bilirsiniz. Mənə çox maraqlıdır. Sizin ailədə sizdən öncə sənətkarlar olubmu? Sənətə sevgi, ümumiyyətlə bu istedad sizə hardan gəlir? Yoxsa elə torpaqdandır? Təbii ki, bu gendən gəlir əlbəttə ki, mənim babamın gözəl səsi olub, elə mən babamın adını daşıyıram. Və mənim nənəmin dediyinə görə onun elə gözəl səsi olub ki, bütün o bölgədə çox məşhur olub. Amma təbii ki, sənətin arxasınca getməyib, amma toy şənliklərində, qohum toylarında falan da, evdə olan ailə tədbirlərində həmişə oxuyarmış əlbəttə ki. Görür, irsən bu mənə keçib. Biz deməli ailədə 9 uşaq olmuşuq. 7 qardaş, 2 bacı. Hamısının səsi var. Qardaşlarımın da, bacılarımın da. Amma sənətin arxasınca mən getmişəm, bəli. Bir də böyük qardaşımın oğlu Rəşadı tanıyırsınız, Rəşad İbrahimov. Bəli. O da tarzəndir, yəni, amma səs baxımından heç biri getməyib bu sənətin dalınca. Və insan yaşı tamam olanda istər-istəməz təbii ki, xüsusi olaraq sənətkarlar bir dönüb arxaya boylanır. Yəni bir ömür yoluna nəzər salır ki, bu necə keçmişəm bu yolu, nələri itirmişəm, nələri qazanmışam əlbəttə ki. Əlbəttə ki, mən həyatımdan məmnunam. Bir sənətkar kimi razıyam. Birinci növbədə əsas odur ki, bir sənətkar kimi bir yetişməyimdə təbii ki, müəllimlərimin rolu olubdur. Mən Bahid Abdullayevin tələbəsi olmuşam. Sonra böyük Şövkət Ələkbirova məni opera teatrına gətiribdir. Yəni mənim həyatımda bu insanların böyük rolu olubdur. Yəni təbii ki, bu insanın, sənətkarın təbii ki, həyat yolu və xüsusi olaraq da bu muğam janrı əlbəttə ki, çətin bir yoldur. Hər kəs buna dözmür, yəni bu yola. Hər kəs dözə bilmir, səbri çatmır. Və Allahıma təşəkkür edirəm ki, məni səbirli yaradıb. Və bu çətinliklərə dözmüşəm. Təbii ki, çətin günlərim də olub. Müxtəlif təbii ki, bu yenişli, yoxuşlu yollarla, məsələn, Ağdamdan bu böyük bir yola çıxmışam. Gəlib bu günləri təbii ki, bir Məsum İbrahimov kimi artıq müəyyən bir yerə gəlib çatmışam. Artıq bu günləri milli musiqimizə, muğamımıza xidmət edirəm. Ona görə də özümü xoşbəxt hesab edirəm ki, bu irsimizi yaşadıram yəni. Həyatımdan razıyam. Məsum müəllim, Azərbaycan Milli Konservatoriyasında Muğam Xanəndə kafedrasının müdirisiniz və bu işi çox gözəl, bacarıqla yerinə yetirirsiniz. Bayaq da özünüz də vurğuladınız ki, çox səbirliyəm, təmkinliyəm. Bir təhsil ocağında çalışmaq böyük əzm tələb edir və bu sizdə var. Mən bir Milli Konservatoriya mətbuat katibi kimi bunu çox müşahidə etmişəm sizdə və çox da bəyəndiyim bir xüsusiyyətinizdən biridir. Məsələn, mən düşünürəm ki, mən Məsum müəllimə bir hadisə haqqında danışsam, o çox müdrikliklə bunu qəbul edəcək və yaxud hansısa bir tələbənin qüsurunu desək, çox sakit, səbirlə onu qəbul edəcək. Və mən bilirəm ki, sizə qədər bu işi Arif Babayev, bizim gözəl ustadımız, mərhum ustadımız yenicə dünyasını dəyişib, yəni bu aylarda dünyasını dəyişib və siz də ona nə qədər böyük sevginiz olub ustadınıza. Və onun da bir müsahibəsi var ki, deyir ki, mən Məcnunu da və kafedra müdirliyində Məsuma çox belə ürək rahatlığı ilə həvalə edə bilirəm. Çünki o mənim çox dəyər verdiyim bir sənətkardır. Məsum müəllim, bu barədə istəyirəm danışasınız. Bax, bu görəv barədə, sonra ustadınız barədə, Arif müəllim barədə danışasınız. Allah bizim ustadımıza qəni-qəni rəhmət eləsin. Arif müəllim hər zaman yeri görünən bir böyük sənətkardır. Muğamımızın sütunlarından təbii ki, biri idi. Təbii ki, bizi çox üzdü onun dünyasını dəyişməyi, xalqımızın itkisidir əlbəttə ki. Bu kafedra yaranan gündən Arif müəllim buna rəhbərlik eləyib. Amma Arif müəllimin deyək ki, öz xeyir duası ilə artıq 2 ildir mən bu kafedranın deməli müdiriyəm. Burada Azərbaycanın ən görkəmli sənətkarları çalışır. Sözün əsl mənasında. Azərbaycanın muğamının təbliğatçıları.
Və biz burada, mən özüm burada bir müdir kimi yox, mən onların biri kimi. Və biz əl-ələ verib bir kollektiv olaraq çalışırıq ki, bu bizim bu irsimizi gənc nəsilə layiqincə öyrədək, layiqli ifaçılar yetişdirək Azərbaycanın mədəniyyəti üçün. Və mən düşünürəm ki, biz bugün ona nail olmuşuq. Və mən belə bir ənənə də gələndən bir qoymuşam ki, hansı sənətkarımızın doğum günü olur, biz kafedrada yığışırıq, onu sürpriz olaraq ad gününü qeyd edirik. Yəni, bu bilirsiniz, sənətkar diqqət istəyir. Və bugün də bizim çox gözəl burada bir ab-hava var bizim Milli Konservatoriyamızda. O məni çox sevindirir. Bizim rəhbərliyimiz çox şəffaf bir ab-hava yaradıb burada. Xüsusi olaraq bizim konservatoriyamızın rektoru dəyərli Kamilə xanım tərəfindən. Və mən sevinirəm ki, biz bugün bir hamımız bir ailənin üzvləriyik, hamımız ümumi işimiz üçün çalışırıq. Xüsusi olaraq qeyd edeyim ki, son muğam, 9-cu muğam televiziya müsabiqəsinin 20-liyin 9-u, bilirsiniz, o böyük göstərici. Bizim, bax, belə, ustadlarımızın yetişdiyi tələbələridir, bizim kafedranın tələbələridir ki, və laureatlar da yəni bizim tələbələrimiz oldu. Bax, bu məni təbii ki, çox sevindirir. Çünki bunlar gələcəyin Leyliləri, Məzununları, Aşıq Qəribləri, Əsli Kərəmləri, Şah İsmailləridir yəni. Məsum müəllim, Azərbaycanı demək olar ki, dünyanın hər yerində təmsil edirsiniz. Sizin Qarabağ qrupunuz, Azərbaycanın deməli qürbətdə olan, Azərbaycanın bir nə bilim adi bir havası üçün, torpağı üçün burnunun ucu göynəyən həmvətənlərimizə bir ümid yerisiz. Mən bunun dəfələrlə şahidi olmuşam. Hətta sizin haqqınızda yazılmış essedə də bu vurğulanıb, əgər oxumusunuzsa onu. Azərbaycan musiqisinin incisi olan muğamı və muğamla getmək elə bir ki, bir ana laylasıyla getməkdir həmən o torpaqlara. Və o insanların münasibəti. Siz də orada o qədər xoşbəxt olursunuz. Sizin o görüntülərdən görünür. O qədər xoşbəxt olursunuz ifalarınızda. Bu barədə istəyərdim biraz danışaq. Təşəkkür edirəm, Aysel xanım. Çox gözəl mövzuya toxundunuz. Həqiqətən biz 30 ildir bir Qarabağ muğam qrupu yaratmışıq. O da bizim torpağımız hansı ki işğaldaydı. Ona görə bu adı, bu Qarabağ adını biz ona vermişik ki, biz 30 il çalışmışıq ki, Qarabağın səsi olaq bütün dünyada. Yaşadaq, bəli. Bu Qarabağın harayını çatdıraq. Və mənim sənət dostlarım, xalq artisti Elçin Həşimov və əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimovla biz bəlkə də dünyanı bir dəfə biz gəzmişik, ikinci dəfədir. Təbii ki, çox çətindir bu səfərlərdə olmaq. Elə yer var ki, 17-20 saat yol gedirsən, saat fərqi var. Amma o insanların o üzündəki o sevinci görəndə, o təbəssümü görəndə əlbəttə ki, deyirsən ki, getməyinə dəyər. Çünki biz bu ölkənin milli musiqisinin təbliğatçılarıyıq, mədəniyyət əskərləriyik. Mən özümü bir mədəniyyət əskəri sayıram, muğamın əskəri sayıram. Və çalışıram ki, hər yerdə də o ölkəmizə layiq onu eləyək. Və hər dəfə də əgər orada bir xanım istəyirlərsə, öz yetirmələrimdən hər dəfə birin. Gedirsiniz onlara. Bəli, o həm onlara aparıram, həm böyük səhnələrə çıxırlar, həm təcrübə qazanırlar. Mən öz tələbələrimə qarşı sadəcə dərs keçmirəm. Onların mənəvi valideyni oluram, onların yaxın sirdaşı oluram, onların hər bir probleminə çalışıram ki, bir çözüm olum, çözüm yol axtarım, onlara bir dəstək olum və hər bir, onlar hətta qutarıb gedirlər, yenə də əl çəkmirlər məndən. Onlar görürsə ki, telefonla... Dəfələrlə görürük ki, məzunlar gəlir sizinlə görüşməyə. Və telefonda görsən bir problem olanda məndən məsləhətləşir. Hətta ifaların ki, müəllim, bu ifaya qulaq as görüm, mən bunu paylaşım, ya bu nətərdir, mən bunu yazmaq istəyirəm. Hətta mən onları efirdən də izləyirəm ki, görüm onların hər bir, təbii ki, ifası yetişdiririk biz. Bəzən görüm özünə zəng eləm ki, bax, o filan sözü dedin, onu demə, o yaxşı deyil, başqa şey. Bəli. Yəni, çalışıram ki, onlara mükəmməl bir ifası kimi, çünki muğam ifası nümunə olmalıdır. Mən belə görmüşəm böyüklərdən. Və bugün də çalışırıq ki, onu eləyək. Hətta indi əvvəllər biz gedirdik, biz öz soydaşlarımızı çox az görürdük başqa ölkələrdə. Amma şükür, bugünləri ən uzaq ölkələrə gedirik. Orada çoxlu tələbələrimizi görürük. Orada yaşayan insanlarımızı görürük və onların üzündəki sevinci görürük. Bizə qoşulub onlar bizim mahnılarımızı oxuyurlar, Qarabağ oxuyurlar, Ay Bərbəx oxuyurlar, nə bilim, müxtəlif. O bizi xoşbəxt eləyir. 2011-ci ildə bir Kopenhagendə məşhur bir Vomix festivalı var, musiqi festivalı. O hər il dünyanın bir ölkəsində olur. 2011-ci ildə mən sənət dostlarımın Qarabağ muğam qrupu ilə orada iştirak elədik. Deməli, Elçin, Elnur, Kamran, Emin Musəvi də bizdən oraya aparıcı getmişdi. 30 ölkə idi və bizim deməli 45 dəqiqə bizə vaxt vermişdilər.
Orada bizim soydaşlarımız da deməli o bayraqlarımızdan bizi dəstək olmağa gəlmişdilər. Bu festival idi. Və biz 45 dəqiqəni çıxış elədik və sonunda Qarabağ şikəsəsini oxuduq, bitirdik, səhnədən düşdük. Təbii ki, alqışladılar. Bir Danimarkalı orta yaşlı bir jurnalist çıxdı səhnəyə, bizim bayrağımızı götürdü, dizin qoydu yerə, bayrağımızı öpdü. Dedi, bu musiqisi olan xalqın qarşısında mən baş əyirəm. Bax, o bizi çox kövrəltdi. Yəni, belə şeylər çox olub. Demək istəyirəm ki, doğrudan da Azərbaycanın muğamı o qədər zəngindir ki, çünki bunun dili yoxdur. Aysel xanım deməli Riqada Latviyanın prezidenti bir protokol konserti idi. Orada mən qrupumla iştirak edirdim. Konsertdən sonra o bizə yaxınlaşdı. Dedim, mən bunun sözlərin təbii ki, başa düşmədim. Amma dedim, mənə bu qənaətə gəldim ki, bu fəza musiqisidir, bu yer musiqisi deyil. Bu sanki kosmik bir musiqidir, adamı özü ilə alıb aparır. Yəni, bax, bu insanlarda, dilimizi başa düşməyən insanlarda bax, bu təəssüratı yaradır. O bizi çox xoşbəxt edir, bizi çox sevindirir əlbəttə ki. Məsum mənim, Qarabağdan söz salmaya bilmərik. Biz bir dəfə yol yoldaşı olmuşuq, Şuşaya getmişik və sizin İsa bulağında öz tələbələrinizlə oxuduğunuz o musiqi. Biz hələ Bakıya gəlib çatmadan bir trendə çevrildi, hətta xaricdə o videonu paylaşdılar. Başı dumanlı, kırmızı koftalı, yaşıl tumanlı, benim evime. Çox belə gözəl bir ortamda biz yol yoldaşı olduq, getdik, gəldik bir kollektiv olaraq. Və sizin o İsa bulağında ifanızı heç unutmuram. İstərdim ki, bayaq danışdınız ki, Qarabağ ansamblını yaratdınız, hələ Qarabağ işğal altında olanda, Qarabağı yaşatmaq üçün. Bəs biz bütöv Azərbaycan olduqdan sonra, Qarabağımıza yetişəndən sonra, bu xoşbəxtliyə yetişəndən sonra nə hisslər keçirdiniz bax Qarabağda? Çox özəl bir deməli mövzuya toxundunuz. Mənim uşaqlığım Ağdamda, o hər yay Şuşada, o Cıdır düzündə, o İsa bulağında keçirdi. Təbii ki, mən ora hər dəfə gedəndə uşaqlığıma qayıdıram sanki. Çox təəssüf edirəm ki, 30 il o torpaqlar işğalda qaldı, biz ora həsrət qaldıq. Amma Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz 44 gün ərzində bir qəhrəmanlıq dastanı yazdılar. Və orada bilirsiniz ki, mənim qazi qardaşımın oğlu İsrafil İbrahimov da o 44 günlük müharibədə şəhidlik zirvəsinə yüksəldi. Yəni, mən də ailəmdən şəhid verdim. O, təbii ki, çətin məsələdir, amma nəyin uğrunda verdiyimizi biz bilirik. O vətənimizin uğrunda qurban getdik və onların, o igidlərin sayəsində biz bu günlər o torpaqlara gedirik. Və hər dəfə də inanın o İsa bulağına gedəndə oradan oxumamış bir çıxa bilmirik. Belə bu günləri şükür Qarabağımız azaddır, Azərbaycanımız bütövdür. Və o bütöv xalqımızın birliyinin sayəsində biz ona nail olduq. Amma o bir ayrı ifa idi, həmən ifa çox ayrı bir ifa. Düzdür. Və mən bu günləri həm də xalqımıza, həm əmin-amanlığa arzulayıram, həm də heç vaxtı olmadığı qədər bugün daha çox bizim birliyə ehtiyacımız var. Çünki bugün bizi istəməyən qüvvələr də var, başqa ölkələrdən, kənar ölkələrdən. Bugün biz bir millət olaraq, yumruq olaraq biz bir olmalıyıq. Çünki biz Azərbaycanlıyıq. Biz elə nəyə nail olmuşuqsa, birliyimizin sayəsində nail olmuşuq. Və bugün biz xoşbəxtdik. Mən xoşbəxt sənətkaram ki, artıq torpağımız azaddır. Və ona görə hər dəfə torpağa gedəndə həm o şəhidlərin ruhuna dua oxuyuram, qazilərə can sağlığı arzulayıram, həm də ki, oradan içimdən gəlir, nə gəlsə oxuyuram, yəni əlbəttə ki. Çox sağ olun, Məsum mənim. Və Azərbaycan Milli Konservatoriyasının ən böyük özəlliyi elə ustad-tələbə münasibətidir. Burada çox gözəl sənətkarlar, bayaq da vurğuladıq ki, Azərbaycanın demək olar ki, mədəniyyətinin təbliğatı ilə məşğul olan, mədəniyyətinin inciləri burada dərs deyirlər və tələbələr də onların sorağına gəlirlər. Və bu illərlə çəkir bu ustad-tələbə münasibəti və bəzən də ömürlük olur, bəzən də onlar bir doğmaya çevrilirlər. Doğrudur. Və siz də bu doğmalığı tələbələrə ötürən bizim gözəl sənətkarlarımızdan birisiniz. Və biz bir kollektiv olaraq, Azərbaycan Milli Konservatoriyası kollektivi olaraq sizin 65 illik yubileyinizi çox ürəkdən təbrik edirik. Və sizə bundan sonra da böyük yaradıcılıq uğurları diləyirik. Mən istərdim ki, Məsum müəllim, siz bundan sonra Azərbaycan milli musiqimizi gələcək nəsillərə ötürən, bir bu missiyanı yerinə yetirən, bayaq siz dediniz ki, bu kafedra müdürü sözünü o qədər də vurğulamayım. Amma görürəm ki, bu missiyanı yerinə yetirən bir mədəniyyət əskəri dediniz özünüzə. Mən bu sözü çox bəyəndim. Bax, onun kimi gələcəyimizi, musiqi gələcəyimizi. Çünki indi
bir çox nüanslar var. Bilirik ki, bir çox nüanslar var Azərbaycan musiqisində. Bir danılmaz nüanslar var. Bax, siz bir sənətkar kimi, bu muğamı inci kimi indiyə qədər qoruyub və gələcək nəsillərə ötürən bir sənətkar kimi nə düşünürsünüz bizim muğamımız barədə, milli musiqimizin gələcəyi barədə? Mən bilirəm ki, Milli Konservatoriya ilə onun gələcəyi var. Təbii Amma ki. siz də bir bunu... Mən birinci növbədə rahatam ona görə ki, bugün dövlətimiz bizim arxamızdadır. Bəli. Bugün xüsusi olaraq Heydər Əliyev fondu, dəyərli Mehriban xanım Əliyeva bugün bizim muğamımızın hamisidir, dəstəkçisidir, arxasıdır. Fürsətdən istifadə edib konservatoriyamızın rəhbərliyinə, xüsusi olaraq Kamilə xanıma təşəkkürümü bildirmək istəyirəm ki, bu diqqətə görə, bilirsiniz, sənətkara diqqət olanda biraz da ruhlanır əlbəttə ki, bütün kollektivimizə təşəkkür. Mən kollektivimizi çox sevirəm. Həqiqətən, burada mən özümü ikinci evim kimi hesab edirəm. Heç bura gəlirəm, buradan çıxmaq istəmirəm. Həqiqətən mən düşünürəm ki, biz öz yerimizdəyik. Mən öz yerimdən məmnunam. Təşəkkürümü bildirmək istəyirəm. Aysel xanım, sizə xüsusi təşəkkür etmək istəyirəm ki, bu gözəl müsahibəyə görə.